Rusiya, İran, Ermənistan üçbucağı. MDB sammitindən sonra sualların sayı çoxalır. Diqqətlə oxuyanda cavabların yarısının elə sualların içində gizləndiyini müşahidə edirik. Moskva və Tehranın Cənubi Qafqaza münasibətində niyə fərqli mənzərə yaranıb? Nikol Paşinyanın MDB sammitində iştirakından sonra həm Rusiyadan, həm də İrandan Ermənistana dəstək xarakterli bəyanatların ardı arası kəsilmədi. Belə ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahyanın telefon danışığının əsas müzakirə mövzularının biri Azərbaycan-Ermənistan sülh gündəliyi olub. Daha sonra Abdullahyan İrəvana səfəri zamanı ölkəsinin sülh kəsişməsi layihəsini alqışladığını bildirib. Regionda sabitliyi dəstəklədiklərini bildirən Abdullahyan İranın şimal-cənub nəqliyyat dəhlizinin bir hissəsinə çevrilməyə hazır olduğunu deyib. Son günlər Rusiya və İranın Cənubi Qafqaz siyasətində paradoksal vəziyyətin yaranması müəyyən suallar yaradır. Moskvanın İrəvanla münasibətləri isitməsi Ermənistanda Rusiya yönümlü keçmiş hakimiyyətin yenidən dirçəlməsi cəhdləri ilə müşahidə olunur. Paralel olaraq İran da Bakı-İrəvan dialoqundan özünün maraqlarına uyğun gedişlər etməyə çalışır. Hər iki dövlət sanksiyalar içindədir. Rusiya bir tərəfdən əlbəttə ki, çox istərdi ki, o öz müttəfiqləri, partnyorları arealı biraz genişləndirsin və İranla partnyorluq eləyir. Münasibətləri çox yaxşıdır. Eyni zamanda biz görürük ki, İran da bu regionda öz mövqelərini möhkəmləndirmək istəyir. Amma bir çox hallarda Ermənistanla dostluq vasitəsilə. Rusiya-İran əməkdaşlığının Ermənistan üzərindən həyata keçirilməsinin fəsadları tarixə nəzər saldıqda daha aydın görünür. İndi də Rusiya-İran-Ermənistan üçbucağının yenidən çəkilməsi istiqamətində təmaslar qurulur. Bu məsələdə Tehran daha qətiyyətli görünür. İranın müəyyən o siyasi, xarici siyasət prioritetləri bizim maraqlarımıza ziddir. Çünki biz bilirik ki, bir sıra hallarda onlar Ermənistanla dostluq eləyirlər, birgə layihələr həyata keçirirlər və bu bizi əlbəttə ki, bir tərəfdən narahat eləyir, amma başqa bir tərəfdən mən düşünürəm ki, biz onların əgər belə niyyətləri varsa bizə təzyiq etmək. Biz həmişə bu riskləri, deməli, bu risklərə hazır olmalıyıq. Ötən aylarda İran ərazisindən keçən Zəngəzur marşrutuna alternativ yolun inşasına başlansa da, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün rəsmi Bakının bu məsələdə konkret gözləntiləri və şərtləri var. Bu şərtlər Tehranın Azərbaycanla bağlı siyasətində müəyyən korrektələr tələb edir. Bakının İrəvanla sülh sazişinin imzalamaq ehtimalı artıb. Bütün bunların fonunda İran və Rusiyanın Ermənistanla əməkdaşlığı Azərbaycanın maraqlarına zidd ola bilər. Bu mənada rəsmi Bakı sözügedən əməkdaşlığın ölkəmizə qarşı təzyiq aləti kimi istifadə oluna biləcəyini yəqin ki, gözaltına alıb.